Salam əziz şagirdlər. Mən bu videomda sizə istəyirəm ki, riyaziyyat kesiklərindən rahat yazmaq üçün hansı kitablardan istifadə etsəniz rahat yazarsınız və həmçinin işləmə qaydasını da bu videomda sizə həmin öyrədəcəyim iki kitab var ki, həmin o kitabın işləmə qaydasını da izah edəcəm sizə. İşləmə qaydasını izah edəcəm. Və həmin bu kitablardan istifadə edərək lise və gimnaziyalarda asan tipli sualların həllində asan tipli tənliklər var ki, və yaxud da məsələlər və misallar olur ki, o tipli suallar həm də dərslikdən düşür. Bəzi suallar dərslikdən düşür, bəziləri çətin düşürlər ki, həmin güclü uşaqların səviyyələrini öyrənsinlər, sayını öyrənsinlər. Nəysə, indi biz asan tipli sualların asan tipli suallar yazmaq üçün sizə kitab önerəcəm. Deməli, 6-cı sinif Namazovun qiymətləndirməsi tapşırıqları kitabıdır. Bir dəqiqə. Bu gördüyünüz kimi bu 6-cı sinif Namazovun qiymətləndirməsidir, birinci hissəsi. Bu da ikinci hissədir, qiymətləndirməsidir. Qiymətləndirməni nə üçün mən bəyənirəm? Bunu sizə izah edeyim. Həm içində qapalı tipli çalışmalar var, həm də ki, açıq tipli çalışmalar mövcud olmuşdur. Bu oldu bunun üz qabığında şəkilləri. Mən birinci hissəni birincidə işləyirəm, ikincidə ikinci hissəni işləmək daha yaxşıdır. Birinci hissəsi qutarıbsız sadəcə öz şəklini göstərmək üçün göstərdim. İkinci hissədə də ikinci hissəni işləməniz yaxşı olar. Bəs dərslik nəyə vermişəm? Baxın, əgər məktəbdə dərsliklər nə üçün lazımdır? Məktəbdə müəllimin izahını başa düşməyən şagirdlər üçün sizə bir yol göstərəcəm. Məktəbdə tutaq ki, müəllimin dediyi həmin misalların qaydasını anlamırsınızsa, məsəl üçün, özünüzə əlavə bir dəftər verə bilərsiniz. Həmin müəllim keçdiyi, məsəl üçün, özünüz gündə, məsəl üçün, bir dənə kitabı açıb, bir dənə yaza bilərsiniz. Məsəl üçün, göstərim sizə. Tutaq ki, budur elə, oturun, məsəl üçün, bir-bir bu məsələləri qeyd edib yazın. Əgər kitabda olan məsələləri yazıb qutardınızmı, qoyun bir qırağa. Sonra isə artıq ikinci Namazovu açırsınız. Tutaq ki, buradan məsələn üçün sizə bir mövzu göstərim. Yəni, kitabdakı məsələləri işləyə bilən şagird Namazov rahat işləyə biləcək. İşləmə qaydasını sizə eləyirəm. Üçbucağın sahəsini məsələn üçün deyirəm indi. Açın bir dəftər tutun əlavə, həmin misalları bir-bir yazırsınız. Yazandan sonra əgər göz artıq misallar üzrdən keçirsiniz, artıq rahat gəlirmi? Rahat gələndən sonra açırsınız Namazovu. Və riyaziyyat testlərini kitabın, deyim ki, dəftərdə yazmaq daha gözəldir. Nəyə görə? Çünki dəftərə yazan zaman həlləri ilə qeyd edirəm. Bəzən kitabda çox yeri verilmir və həllərlə qeyd etmək daha yaxşıdır riyaziyyat kitablarında. Ona görə riyaziyyat kitablarını yazmıram. Məntiqlər olar. Nəysə, buyur yazırsınız və yazandan sonra həmin Namazov tutaq ki, məsələ 8.1-i göstərdim sizə kitabda. Nəysə, tutaq ki, həmin o işlədiyiniz mövzu var, məsəl üçün 8.1-dir. Həmin kitabı Namazovda həmin mövzunu açırsınız, kitabdan paralel gedirsiniz. Həmin o kitabda nə qədər misal və məsələ varsa, onu işləyirsiniz. Və bu yolu etdikdən sonra və əlbəttə ki, mənim dediyim bu yolu istifadə etdikdən sonra siz yaxşı bir uğur qazanacaqsınız. Mən burada sizə iki kitab göstərdim deməli. Birincisi Namazov, ikincisi Namazov. Dediyim, əgər qayda ilə, yəni birinci dərslikdən öyrənib, əgər dərsi rahat edə bilirsinizsə, Namazov sizin üçün asan gələcək. Və dediyim üsulla eləsəz, inanın, yaxşı uğurlar qazanacaqsınız. Sağ olun, görüşəndək. Və gələn başqa videolarımla inşallah sizə işlədiyim RFN, yəni Respublika Fən müsabiqələri üçün işlədiyim, birinci tur üçün işlədiyim məntiq testlərinin şəklində paylaşacağım. Sağ olun, görüşəndək.